Allamədən bir söz soruşublar, eşitməlidir. Çox eşitməlidir. Deyiblər, ağa, Allamə Təbatəbai, deyiblər, ağa, səhər ki deyirlər, sübh namazına az qalanda çox mühümdür. Allah da Quranda and içir. 2 dəfə əshar söhbəti gətirir, Quranda açır və möminlərə deyir, möminlər səhərlər yatmaz. Yəni gecənin 3-cü hissəsin yatmaz. Sübh namazından 1 saat qabaq. O ki mühümdür, niyə mühümdür? Nə desə yaxşıdır? Deyir, çünki o saatda günahkarlar yuxudadır. Çünki o saatda günahkarlar yuxudadır, odur ki, dualar tez qəbul olur. Bir var ki, tüstü götürüb aləmi, hə? Bir var ki, tüstü gedib. Baxırsan, ulduzları görürsən. Deyir, günahkarlar ki, yatdı, sən dua elə, hava açılıb sənə. Nə qədər dua eləyirsən elə qəbul olacaq. Çünki onlar yatıb. Onların nəfəsləri, mındar nəfəsləri havanı hələ aludə eləməyib. İbrahim Peyğəmbər bağlayıblar kranın başından, atalar otun içinə, ataş qalanıb tonqal, istillər atalar, Cəbrəil gəldi. Cəbrəil gəldi, dedi, həl min hacətin, nə istəyirsən? Hacətün nədir? Kim gəlib ona deyir, hacətün nədir? Uşaq, yoldan keçən, Peyğəmbərə vəhy gətirən Cəbrəil gəlib İbrahimə deyir ki, nə istəyirsən? Bunu da bağlayıblar, atırlar otun içinə. Orada adam yalvarar, deyər, Cəbrəil, başıva dolanım, sən hardan gəldin, hardan tapıldın? Görmürsən mən nə haldıyam? Gör mənə neyniyərsən? Orada, burada hamı deyər Cəbrəil o sözü. Amma oradakı tulluyurlar otun içinə, dedi, ilmuhu bihali, həsbi ən məqali. Qaldı cümlə, tarixdə qaldı. Necə yazıldı, qiyamətəcən parıldayır cümlə. Elmuhu bihali, Allahım ki görür, danışmağa ehtiyac yoxdur. Nə məsləhət bilir o? Bilmirdi ki, otun içində gül bitəcək. Onu bilmirdi ki, onu deməmişdilər ki, qabaqcadan. Qılıncı İsmailin başına qoyanda, boğazına, çəkəndə bilmirdi ki, qılınc kəsməyəcək. İmtihan odur. Allahın əmrin itaət eləyir. Vermişdün, indi istəyirsən məndən. Bir əmanət veribsən mənə, o əmanəti məndən istəyirsən. Burada nə problem var ki? Bu asanlıqda onlar qəbul eləyiblər. Bizə deməyi asandır, amma əməl belədir. Əməl bu cürdür. Deməyi asandır, bəli. Buna deyirlər rıza. Bu məqam, bu fəzilət, Pərverdigar-ı aləm bizə mərhəmət eləyib. Deyir, bu sözü qiyamətəcən istifadə eləyin. Əgər biri istifadə eləmir, özündədir günah. Müşkül özündədir, axtarsın, tapsın. Və bu məclislərində mənası,
bu məclislərin mənası əsas belə şeylər üçündür. Məhərrəm məclis olur, viladətlərdə məclis olur, şəhadətlərdə məclis olur. Yəni onların zikri deyilsin, onlar yada düşsün, onların barəsində söhbət olsun, onların tərcümeyi halları danışılsın. Bu məclislər bunun üçündür. Savab da öz yerində. Savab heç, o Allahın işidir, verir o. Deyir, sən dəstəmaz alırsan, evdən çıxırsan, namaza gedirəm, İmam-ı Səccad adı ilə bərpa olan məclisə gedirəm, İmam-ı Hüseynin adı ilə bağlı təşkil olan məclisdə iştirak edirəm, Allahın savabı yerindədir. O əlbəttə ki olacaq. O qədər olacaq ki, qiyamətin günündə razı qalacaqsan. O qədər olacaq ki, qiyamətin günündə o gəlmədiyin günlərə peşman olacaqsan. Allah hamımızın aqibətimizi xeyr eləsin. Amin.